Məzahir Pənahov. Məzahir Pənahov da yola salınır. Təbii ki, yeni yola salınırsa yeni sədr seçilməlidir. Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşacaq. Yeni Sabah xəbər verir ki, bu barədə mətbuat.az Mərkəzi Seçki Komitəsindəki mənbə məlumat verir. Onun sözlərinə görə MSK-nın buraxılması ilə bağlı qərar yaxın 3 ay ərzində elan olunacaq. Mən bir anlıq Məzahir Pənahovun belə əhval-ruhiyyəsini yadıma saldım ki, illərlə belə orada əyləşib, hökümran olub, göstəriş verib, kimlər millət vəkili, deputat olacaqlarsa, hamı bir onun qarşısından keçib. Mən demirəm pis mənada, yəni tanışdıq üçün, nə bilim, bir-birlərinə bir salam vermək üçün. Bəli, məlumatda bilinir ki, MSK-nın yeni tərkibi gələn ilin martında seçiləcək. Onun qənaətinə görə oğlunun adı ətrafında yaranan qalmaqaldan sonra Məzahir Pənahovun yenidən sədr seçilməsi mümkün deyil. Oğlu həyat yoldaşına Avropada yaşayırlar, işgəncə verib, şiddət göstərib. Bu da sosial şəbəkədə geniş müzakirəyə səbəb oldu. Hamı sual qoyurdu sonluqla ki, Məzahir Pənahovun reaksiyasını gözləyirdilər, onun deyəcəyi fikri, amma susqunluq var idi. Mənbə Çemadan əhval-ruhiyyəsində olan 74 yaşlı Pənahovun taleyi ilə barışdığını vurğulayıb. Amma bəziləri bu MSK-nın yeni sədrinin Rövzət Qasımov olacağı iddiası ilə çıxışlar da edir. Və o 2019-cu ildən, yəni 23 oktyabrdan MSK-nın sədrinin müavini, yəni Məzahir Pənahovun müavini olubdur. Ay Məzahir müəllim, həmişə sizi gənc gördüm. İndi şəklinizi, fotonuzu görürəm. Qocaman bir kişi oldunuz. Yəni bu iş, peşə, sənət, kreslo deyərdim ki, sizin o simanıza da böyük təsir göstərib.